Herkese salam. Bugün bu gördüğünüz yumuşaq, çox dadlı pizzaları hazırlayırıq. Əsas da bu Meksika pizzası ən dadlısı idi. Mütləq bir dəfə yoxlayın. Xəmir üçün yarım stəkan soyuq süd, yarım stəkan qaynar su, yarım stəkan duru yağ, 1 yumurta, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı maya, aparana kimi un əlavə edirik və 1 çay qaşığı da duz əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğururuq və üzərini salafan çəkib acıyana kimi gözlədirik. Ona kimi isə biz içinə əlavə edəcəyimiz məhsulları hazırlayırıq. Bunlar zövqə görədir qızlar. Sosu deyəcəm sizin üçün. Sos üçün 2 xörək qaşığı tomat pastası, 2 xörək qaşığı ketçap, 1 xörək qaşığı mayonez, ədviyyatlardan duz, qara istiot, qırmızı istiot, yaşıl və qara reyhanın qurusunu əlavə edirəm və üzərinə biraz da qaynar su əlavə edib həll olana kimi qarışdırıram. Belə qızlar yuxaları açırıq, içini deşdəkləyirik ki, çox da qabarmasın və içinə əlavə edirik. Mən birini sasikalı etmişəm. Digərini isə öz hazırladığım kalbasa ilə hazırlamışam. Bunu mən özüm hazırlayıb soyuducuda saxlayıram. Ən dadlısı valla öz hazırladığım kalbasa ilə olan idi. Birini isə üzərinə qarğıdalı əvəzinə mən lobya əlavə etdim. Çünki lobyanı çox sevirəm mən və çox da yaraşdı. Ən dadlısı deyərdim ki, yəni bu lobya ilə olan pizza